Bax bu 15 manatlıq Loropianamızdır. Bax buna bax. Bax gördünüz dili bayıra çıxdı bunun bax. İçi kağız bu. Bir də var bax bu 22 manata olanlar. Bir də var 35 manata olanlar da var bunların. Dəyəri olanlar da var. Bax Loropiananı bu gün 2 gün Azərbaycanda şey eləyən, yəni zay eləyən qiymətin mən oldum. Bu bir. İndi bunu alaq. Bunlar 15 manatdır. Bunlar ki sizə Loropian abi ilə satırlar ha. Bax məndə 15 manatdır. Bax istəsən 1 manatda o əmriyyən eləyə bilərəm, problem yoxdur. Amma qiymət fərqiniz var. İndi bu neçəlikdir? Bu 35 manatdır, bu dəyər olanıdır. Bax bunun topdanın Azərbaycanda elə toptancılar 33-32 manatdan cəmaata paylayır. Amma Qaqanızda bunlar 35 manatdır, bax. Görürsünüz. İndi arxası Loropiano olanda gəlir, Massimo Dutti olanlar da gəlir. Problem yoxdur. Bir də ki, ana dudur. Bax 13 manata da bunlardır. Bir də indi bunu deyəcəklər ki, qaqa imkanlı bir adama, nə bilim, bir kasıb bir adama verərdi. Bunu kəsib dönəcək. Bu tayçı işdir. Tayını ilə uğurlayıblar, ona görə qalıb belə defektdir. Amma İlyas bəy də elədiyi yaxşılıqların heç birini çəkib videoda paylaşdı. Yaxşılıq eləyirəm, mən kiməm ki, qardaşlar. Gəlin, yaxşılığımız budur ki, həm pulumuzu qazandırıq belə pısmasın, qəpi quruş da olsa, amma ucuz qiymətə mal satırıq. Elə bu da mənim bir xidmətim. Xidmətinizdə.